Herkese salam dostlar, Sinerji TV kanalına tekrar hoş geldiniz. Qarşınızda yenə mən Əkrəm. Kanalın adını dəyişmişdik, Sinerji TV elədik. Çünki artıq kanalın əvvəlki adını dəyişdirdiyimizə görə əvvəlki adı qaytarmaq olmur. Buradan da adımızı dəyişdirəcəyik. Bugünkü videomuzun içeriği qardaşım artıq tanıyırsınız. Onunla PES-də də bir dəfə VS atmışdıq. Sadəcə ihlal yediyinə görə məcbur silməli olduq. Çünki o da söymüşdüm. Videonu silməli olduq. Təkrar bu dəfə qardaşımla Clash Royale VS atacağıq. 3 dəfə oyun oynayacağıq dostlar. Mega çəkiliş, üçlü çəkiliş və sadə çəkiliş. 3 tac alan 2 xal qazanacaq. Sadə 1 tac və ya 2 tac alan normal 1 xal qazanacaq. 3 olan qazanacaq. Belə bir uyğunluq var. Əgər 2 xal birimiz qazanarsa, digər tərəf 3-cü oyunda 3 tac atarsa, hesab 2-2 bitəcək və dostluq qazanmış olacaq. Buradan sandığımızı əvvəlcə açaq. Görək nə verir bizə. 2 sandıq, 3200 altın. Pis deyil. Fena deyil. Bunu yuxarı çəkək. Və qardaşım çəkilişli savaşı atıb. Artıq başlayaq. Çox uzatmayaq. Tamam. Biz bunu seçə bilərik. Hal-hazırda yanımda olduğuna görə adını deyə bilmərəm. Kartın adını. Bu daha uyğun olar bizə. Bu daha uyğun olar. Burada hər ehtimala qarşı bunu seçə bilərik. Və mən bunu daha çox bəyənirəm. Özünüz artıq bilirsiniz. Rəqibə də pis kartlar vermədik. Yəni qardaşıma da pis kartlar vermədik. Baxaq onları necə müdafiə edəcəyik. Əsas mövzu odur. Burada ən önəmli şeylərdən biri də odur ki, evrim və ya kahraman yoxdur. Sadə kartlar var. Belə bir açılışla başlaya bilərik. Belə bir açılışla başlayaq. Görək nə olur. Olsun. Belə bir kartla atdıq. Yüngül hasarlar yedik. Bu sorun deyil. Böyle bir problemi yoxdur. Bizə verdiyi karta bax. Aha. Olsun. Və ana kuleyi açdırdı bizə. Çox gözəl oynadı. Çox düzgün oynadı. Məqamlı oynadı. Burada dərhal korumaları atdıq. Bize bol iksir verir oradan. Bu olmadı. Bu olmadı. Biz bunu dərhal atırıq və bu heç yaxşı olmadı. Heç yaxşı olmadı. Düzəməlli hasar da verə bilmədik və pis hasarlar yedik. Bu başlanğıc heç yaxşı olmadı. Amma toparlayacağıq. Məncə toparlayarıq. Dərhal səhv atdım, okları səhv atdım. Və fəna gəlir. Bu ehtimalı məğlub olduq dostlar. Evet, məğlub olduq. Ancaq ümidimizi üzmürük son ana qədər. Ümidimizi üzmürük. Baxaq nə olur. Buradan bunu atırıq. Bunu atırıq. Bunu atırıq. Bunu atırıq. Evet, məğlub olduq. Ən azı 3 sac yeməyə baxaq. Heç olmasa İlk oyun əlimiz yaxşı gəlmədi. Yəni bina kartı olmadığına görə. Bəlkə son dəfə bir dənə şansımızı yoxlayaq. Baxaq nə olur. Yox, olmadı. Əl və sağlıq deyirik. Təəssüf. İlk oyunu məğlub olduq. 1-0 qardaşın qabaqdadır. Təbii biz neçə vaxt oynamırıq. Biraz paslanmışıq. Və 3-cü çəkiliş. İndi 3-cü çəkilişin vaxtıdır. Burada bunu seçmək olar. Çox düzgün bir kartdır məncə. Tank
kartlarına qarşı işimizə yarayar. Bax, indidən bunu bizə verdi. Biz buna uyğun necə bir dəstə düzəldik. Çox qəliz bir məsələdir. Biz bunu seçək, işimizə yarayar. Burada mən bunu seçmək istəyərəm. Səbəbini sizə göstərəcəm. Təbii ki, bu işimizə çox yarayacaq. Bizə bir ondan lazımdır, bildiyiniz kimi. Böyle məntiqsiz olacaq, ancaq bunu seçdim. Və bunu seçdim. Çox gözəl seçimlər elədik amma. Çox gözəl seçimlər elədik. Videonun sesini bir dənə azaltmaq istəyərəm. Videonun sesini azaltdıq. Madenci vuruşu ilə başladı. Yox, köstəbək imiş bu. Köstəbək imiş. Belə bir başlanğıc. Çox gözəl. Dərhal bunu atırıq. Dərhal. Bu bizim başımıza bir bəla açacaq. Bunu atmaq lazımdır. Biraz oyuna konsantre oldum deyənə dostlar. İstədiyim oyunu oynaya bilmədim. Hər ehtimala qarşı bunu ataq qalsın. Bir atak düşüncəsi olarsa əgər, içindən goblinlərlə kontratak qura bilərik. Bax, bu gözəl oldu. Gözəl oldu. 6 iksiri getdi. Evet, Tesla yanlış kurdu. Tesla yanlış kurdu. Tesla yanlış kurduğuna göre bir axırıncı dəfə harda sigaretdə ama yerdə yığ hamısını tolla. Ya. Bax qoymuş siz bəs söyləyəcək bilədir. Bu Ya. nədir? Ora sigaret, bura sigaret. Yık oğlansan. Evet. Küçük bir talihsizliği oldu. Olsun. Küçük bir talihsizliği oldu. Hal-hazırda baskımıza devam edirik. Dayanmırıq. Dayanmaq olmaz. Evet, skor beraberleşti. 1-1 oldu ve en önemli oyun. En önemli oyun. Artık mega çekilişti. Biraz oyuna konsantre oluram, çox danışa bilmirəm. Düzgün yerdə oynadı. Top seçimimiz çox düzgün oldu və indi mega çəkilişinin artıq saniyəsini azaldıblar. Ona görə də çox diqqətli seçimlər eləməliyik. İlk seçimi kimə verəcək? Onu rəqibə verdi ilk seçimi. Olsun. Neyi seçəcək bir baxırıq. Boss haydut seçdi. Biz belə bir seçim edək və bizə kiçik büyü lazımdır. Ona görə də dərhal bunu seçdik. Boss haydutu seçdi. Əslində ağlımda bir fikir var. Birini seçə bilərəm. Hətta 2 dənə gözəl seçimim var. Rəqib atıcıyı seçdi. Atıcı gözəl kartdır və zehiri seçdi. Biz bunu aldıq və bir dənə də bunu aldıq. Çox gözəl kartlardır bunlar. İşimizə yarayacaq. Ancaq böyük silahımı hələ saxlamışam. Nə seçəcəyini az çox təxmin edirəm. Kiçik iksirli belə bir şey seçdik. Və bizə çox fərqli bir dənə kart lazımdır. Döngü dışı qalmayaq. Ona görə də bir dənə
Ateş Ruhu seçdik. Büyülü Okçu işimize güzel yarayar. Ama burada bunu seçeceğim. İşimize bayağı yarayacaq. İndi atak kartı olarak ne alabilirik? Artıq ne alabileceğimizi bilirəm. Çünki rəqibin bina kartı yoxdur. Çox diqqətli olmalıyıq. Çox diqqətli olmalıyıq. Başlanğıc əli gözəl gəldi. Sadəcə maksimum diqqət. Böyle baskı quraq bir dənə. Burada ateş ruhunu attım. Ne vaxt partlayacağını bilirəm. Harika. Çok da hasar yemədik. Olsun. Gecə cadısı. Biz buradan keşiş basaq. Fena kart değil keşiş. Qabağını dolduracaq bu ehtimalla. Bəli, bilirdim. Çok güzel oynadık. Hatta keşişi de koruduq. Evet. Mini Pekka vura da bilməyəcək. Orada tuta bilmədi. Yo, Mini Pekka vurmayacaq. Çok güzel hasar verdik. Çok güzel. Çok hoşuma geldi bu hasar. Çok güzel hasar. Dərhal buna. Ay, səhv attım. Hataya gel. Hadi vur. Tamam, biraz hasar yiyerek bu hatamızdan dolayı. Barbar fıtısı atmalıydım. Səhv attım. Evet, dərhal. Çok güzel oynadık ama evet, Posaydı parçalayar ya. İkisini de parçalayar. İkisini de parçalayacaq o. Canavar kimidir, ona bak. Evet, parçaladı ve hatta devam edirik. Evet. Pekka öldürdü. Pekka bitirdi maçı. Harika, güzel oynadık. Çok yaxşı oynadık. Gelme kuleye gelme. Dərhal bir dənə keşiş. Evet, Pekka orayı süpürer. Pekka orayı süpürecek. Üç saza da geçmiyorlar. Yoxlamaq olar. Ama yok. Vaxtımız yoxdur artıq üç saza. Olsun. Evet, güzel oynadık. İkimiz de güzel oynadık. Her ikimiz de geri dönüş elədik deyək. 2-0'dan geri dönüş elədik. Əllərə sağlıq Arif. Gəldiyin üçün, iştirak elədiyin üçün. Gözəl oyunlar idi. Həqiqətən mücadeleci oyunlar idi. O zaman növbəti videolarda görüşənədək Sinerji TV kanalı sizi salamlayır və sizinlə sağollaşır.